Süni intellekt hansı peşələri əvəz edəcək? Növbəti 2 ildə hansı yeniliklər olacaq? AI artıq təkrarlanan işləri əvəz edir. Gəlin baxaq, hansı peşələr risk altındadır? Mühasiblər, fakturalar, hesabatlar avtomatlaşır. Müştəri dəstəyi, chatbotlar artıq müştərilərə dəstəyi 80%-ə qədər həll edir. Tərcüməçilər artıq süni intellekt real vaxtda tərcümə edir. Amma yaxşı xəbər də var. AI peşəni tamamilə əvəz etmir. Sadəcə 10 nəfərin işini 2 nəfər görür. Yaxşı, ən əvəz olunmaz peşələr hansılardır? Yaradıcılıq tələb edənlər, emosional dəstək, kompleks qərar verənlər, menecerlər, həkim və s. Yaxşı, növbəti 2 ildə bizi nə gözləyir? AI agentların inkişafı. Sən heç bir şey etmədən AI öz-özünə axtarır, planlaşdırır, hətta sifariş verir. Səsli idarə etmə artıq klaviaturaya ehtiyac yoxdur. Hey, bu məqaləni yaz, poçtu yoxla, gələn həftə üçün plan hazırla və AI hər şeyi edir. AI səni əvəz etməyəcək, amma AI-dan istifadə edən şəxs sənin yerinə keçəcək. Bu məlumatda adları risk siyahısında olan, özünü əvəz olunmaz hesab edən tanışınızla bölüşə bilərsiniz.